Yaxşı uşaqlar, məhsul növdə deməli, işi icra eləyən bizim üçün ya naməlumdur, ya da işi icra eləyən əsas məna işi icra eləyən yox, işin üzərində icra olunduğu obyektə yönəlir. Nə demək bu? Məhsul növünün özünün şəkilçisi var. I4 variant. I4 variant. Gəl dediklərimizi yazaq. Məhsul növdə dedik nədir? İşi icra edən, yəni kim? Subyekt. İşi icra edən subyekt naməlumdur. Naməlumdur. Qulaq as. Şəkilçisi nədir? Il, daha doğrusu hamısını yazmadım. In, 4 variant, bir dənə də n təkcə. Il, in, n şəkilçiləri məhsul növü şəkilçiləri. Əlavə olaraq uşaqlar, məhsul növü məlumdan nə fərqləndirir? O fərqləndirir ki, bu feillər sadə olmur. Bu feillər sadə olmur. Niyə sadə olmur? Çünki bunun özünün leksik şəkilçisi var. Leksik şəkilçisi olan sözlər necə sadə ola bilir? Düzdür? Bu feillər sadə olmur. Əlavə olaraq, məhsul növ işlənmiş feillərdə, cümlədə obyekt mübtəda vəzifəsinə keçir. Obyekt mübtəda vəzifəsinə keçir. Mübtəda vəzifəsində olur. Obyekt nə vəzifəsində olur? Mübtəda vəzifəsində olur. Deməli, uşaqlar, məhsul növ feillərin şəkilçiləri nədir? Il, in və n. İşi icra eləyən subyekt naməlumdur. Yəni, iş görülüb, amma onu kimin gördüyü bizim üçün bilinmir. Bu feillər sadə olmur, çünki özünün leksik şəkilçiləri var. Bu şəkilçilər leksik şəkilçilərdir, yəni üçkünc. Obyekt mübtəda vəzifəsində olur. Gəlin də nümunə yazaq. Deyirəm ki, tutalım. Otaqlar. Bugün gec təmizləndi. İndi görək yazdığımız qaydalar bura uyğunlaşırmı? Qulaq as Zeynəb. Otaqlar bugün gec təmizləndi. Əvvəlcə ümumiyyətcə feilin qrammatik məna növlərini işləyərkən mütləq şəkildə kök və şəkilçi ayırmalıyıq. Təmizləndi. Təmizləndidə ləni ona görə ayırdıq ki, təmizləmək feili var dilimizdə. Bildikdən niyə ayırdıq? Təmizləndi. İndi burada hansı şəkilçi bizim bura yazdığımız uyğundur? N təkcə görsən. Deməli, şəkilçi var. İşi icra eləyən naməlumdur. Gəl baxaq, otaqlar bugün gec təmizləndi. Təmizləndi, kim eləyib, bilmirik. İşi kimsə icra eləyib, otağı kimsə təmizləyib. Amma cümlədə varmı? Yoxdur. İşi icra eləyən cümlədə yoxdur. Yəni, subyekt naməlumdur. Bu feillər sadə olmur. Bax, görsən, sadə feil deyil. Düzdür? Sadə olmurlar. Və mübtəda vəzifəsinə keçən söz obyekt olur. Gəl baxaq. Təmizləndi işi nəyin üzərində icra olunmuşdu? Otağın. Təmizləndi. Bax, bu əslində obyekt. Düzdür? Amma cümlədə nə vəzifəsindədir? Mübtəda. Təmizləndi nə? Mübtəda. Mübtəda vəzifəsində nə keçib? Obyekt keçibdir. Amma adətən mübtəda vəzifəsində subyekt çıxış edir. Burada isə tərsi nədir? Obyekt gəlib mübtəda olubdur. Bu da nədir? Məhsul növü yaradır. Məsəl üçün, deyirəm ki, toxum əkin sahəsinə səpildi. Və bunu kök və şəkilçi yaraq. Səpildi. Hansı şəkilçini görürsən? Il4 variantı. Il4 variant şəkilçini gördün? Bəli. Ondan sonra baxırıq. İşi icra eləyən subyekt naməlumdur. Səpildi. Nə? Toxum. Amma kim səpil? Bilmirik. Görsən? Bilmirik. Bu feillər sadə olmur. Görsən, sadə feil deyil. Leksik şəkilçisi var. Obyekt mübtəda vəzifəsinə keçibdir? Bəli. Səpildi. İş nəyin üzərində icra olunur? Toxumun. Toxum əslində nədir? Obyekt. Amma cümlədə hansı vəzifədədir? Mübtəda. Nə bildik mübtədadır? Sual veririk. Səpildi. Nə? Mübtəda. Görsənmi?
Deməli, məhsul növ ıl, ın, n şəkilçilərindən düzəlir. İşi icra edən subyekt naməlumdur. Bu feillər sadə heç vaxt olmurlar. Obyekt mübtəda vəzifəsində çıxış edir. Bəs bunların subyektlərini heç cürmü biz bərpa edə bilmərik? Bərpa edə bilərsən. Onda əgər subyekti bərpa edirsənsə, onda tərəfindən artırmalısan. Tərəfindən. Tutalım, toxum kəndlilər tərəfindən əkin sahəsinə səpildi. Toxum kəndlilər tərəfindən, yəni işi kim görür? Kəndlilər. Kəndlilər nədir? İşi görən, yəni subyekt. Hansı sözlə bərpa olundu? Tərəfindən sözündən bərpa olundu. Bu zaman isə subyekt cümlənin mübtədası olur. Tamamlığı olur. Tamamlığı olur. Hələ tamamlıq mübtəda keçməmişik, keçəndə görəcəksiniz. Deməli, məhsul növdə istisna hallarda subyekti bərpa etmək mümkündür. Amma subyekt heç vaxt mübtəda olmayacaq. Tərəfindən sözündən bərpa olunan subyekt cümlədə tamamlıq vəzifəsinə çıxış eləyəcək. Aydındır. Amma burada deyənmərsiniz ki, ay müəllim, bəs toxum kəndlilər tərəfindən səpildi. Axı kimin səpdiyini biz bildik, niyə məlum olmur? Olmaz, çünki ıl şəkilçisi var. Məlumun isə şəkilçisi yox idi. Il şəkilçisi icazə vermir sən onu məhsuldan çıxardasan. Axı ıl şəkilçisi məhsulun şəkilçisidir. Kəndlilər tərəfindən subyektini bərpa eləmiş olsam belə, şəkilçi hələ də qaldığına görə feil məluma keçmir. Biz onu məlum götürmək üçün ilkin şərt ilə ödəməlidir. Qayıdışda baxaq. Deməli, üçüncü qayıdış növdə uşaqlar. Bu ən maraqlı, mən deyərdim ki, feilin qrammatik məna növüdür. Qayıdış növ bəs necə seçirik? Qayıdış növün şəkilçisi də eynən məhsul növ kimi ıl 4 variant, ın 4 variant və n şəkilçilərindən ibarətdir. ıl, ın və n şəkilçilərindən. Sual verə bilərsiniz ki, ay müəllim, bəs məhsulda da şəkilçi ıl, ındır, qayıdışda da ıl, ındır. Biz bunları necə seçəcəyik? Mənasını seçəcəyik uşaqlar. Ümumiyyətlə, məhsul və qayıdış növ feillər çox vaxt eyni feillər olur, əksər hallarda. Cümlədə mənasıyla ayrılır. Məsəl üçün, hər bir qayıdışın biz xüsusiyyətlərini yazaq. Qayıdış növün xüsusiyyəti odur ki, subyekt, yəni işi görən, qulaq as. Subyekt, yəni işi görən, hərəkəti öz üzərində icra edir. Öz üzərində. İcra edir. Əsas xüsusiyyəti bundan ibarətdir. Gəl baxaq. Necə fərqləndirək? Deyirəm ki, qapı açıldı. Bir də deyirəm ki, səhər açıldı. Bax, qapını açanda, qapını kimsə açmalıdır, düzdür? Qapının dəstəyini aşağı eləməlidir, açmalıdır. Və yaxud insan açmasa, külək açmalıdır, düzdür? Bir yel açmalıdır, hava axını açmalıdır. Qapı açılanda bunu kiminsə tərəfindən açır və biz bunu bilmirik, yəni məhsuldur. Amma səhər açılanda bunu heç kim eləmir, öz-özünə eləyir. Səhər öz-özünə açılır, hərəkətin icrası özünə qayıdır. Yəni burada nədir? Qayıdışdır. Fikir versən, eyni sözdür, eyni cürdə kök və şəkilçiyə ayrılır, eyni ıl şəkilçisindən əmələ gəlir. Sadəcə olaraq mənasından tutursan ki, qapı açıldısa, kim tərəfindənsə elənir və eləyən adam bizim üçün məlum deyil, yəni məhsuldur. Səhər açıldı olanda öz-özünə açılır. Bu zaman qayıdış növü əmələ gətirir. Məsəl üçün, və yaxud da deyirəm, gül açıldı. Gül açıldı. Bir də deyirəm ki, tutalım, onun maşının qapısı açıldı. Yəni, maşının, məsəl üçün, bagajı açıldı. Maşının bagajı açıldı. Bir deyirəm ki, bağçamızda güllər açıldı. Bir də deyirəm, maşın bagajı açıldı. Hansı məhsuldur, hansı qayıdışdır? Birinci qayıdışdır, çünki gül öz-özünə açılır. Yəni, gül hərəkəti öz üzərində icra edir. İcra etdiyi hərəkət özünə qayıdır, öz-özünə açılır. Heç kim gedib gülü açmır. Düzdür? Maşının bagajı açıldısa, ya knopkanı sərdən kimsə basıbdır, ya külək qaldırıb açıbdır. Yəni, ona heç kim eləməsə, açılası deyildir. Amma gülə heç bir şey eləməsən də, öz-özünə açılacaq. Düzdür?
Biri var deyirəm ki, birini də tapaq. Bu da məhsuldur, bu məhsul yazaq. Bir deyirəm ki, sərgi üçün, məktəb sərgisi üçün, məktəb sərgisi üçün rəsmlər çəkildi. Direktor qoyacaq sərgiyə. Rəsmlər çəkildi. Bir də deyirəm ki, səhər tezdən duman çəkildi. Səhər tezdən duman çəkildi. Bax, rəsmlər çəkiləndə, rəsmi kimsə çəkib, biz onu kim çəkdiyini bilmirik. Deməli, bu nədir? Məhsulda. Düzdür? Amma duman çəkilirsə, onu heç kim eləmir. Duman öz-özünə hərəkəti qaydaraq, öz üzərinə qaytararaq nə edir? Öz üzərinə çəkilir və qayıdış növü əmələ gətirir. Deməli, qayıdış növ feillərlə məhsul növ feillər eyni şəkilçi ilə əmələ gəlir. Eyni cür yazılır, eyni cür deyilir, heç bir fərqləri yoxdur. Nəyindən tapasınız? Məna fərqindən tapasınız. Əgər iş öz üzərində icra olunursa, olacaq qayıdış. Əgər başqa biri tərəfindən icra olunursa, olacaq məhsul. Gəl birini də yazaq. Deyirəm ki, əkin sahəsi, sonuncu cümlədə diqqətli ol. Əkin sahəsi sulandı. Bir də deyirəm ki, ağacdakı, diqqətli ol burada, ağacdakı meyvə sulandı. İndi bunun hansı məhsuldur, hansı qayıdışdır? Ay sağ ol. Birinci məhsuldur. Özdə bu belə ayrılır. Bax, sulandı. Çünki sulayırsan deyə sulanmış olur. Bu nədir? Məhsuldur. Çünki kimin elədiyini bilmirik və əlavə olaraq da şəkilçi var. N şəkilçisi. Meyvə sulandı dedikdə su sözün köküdür. Burada lanı ayırmırsan ay uşaqlar. Lanı ayırmırsan, bir yerdə götürürsən. Çünki meyvə sulananda yetişmək mənasını daşıyır. Meyvə yetişəndə sən gedib onun üstünə su tökmürsən axı. Meyvəni sulamırsan. Meyvə öz-özünə sulanır. Düzdür? İndi buna qayıdış deməliyik də biz əslində. Düzdür? Deməliyik ki, müəllim, meyvə öz-özünə sulanır da, dəyir, yetişir. Bu niyə qayıdış deyil? Qayıdış deyil. Çünki şəkilçi yoxdur. Bunun sözün kökü sudur. Lan şəkilçisidir. Bir də d şəkilçisidir. Qayıdış hansı şəkilçilərlə düzəlirdi? İl, və n. Burada il, n şəkilçisini görürsən, görmürsən. Deməli, nə olacaq? Məlum. Diqqətli olana görə. Bayaq dedim ki, sözü əvvəlcə kök və şəkilçiyə ayırmaq lazımdır. Şəkilçi çıxmayanda məna uyğun gəlsə belə nə qayıdış, nə məhsul deyə bilmərsən. Şəkilçi olmayanları biz hara tullayırdıq? Məluma. İndi gəl bir dənə deyəcək. Deyirəm ki, uşaqlar, hava qaraldı. Hava qaraldı. Bir də bayaqları burada bir şey unutmuşam, qoy deyim. Başqa nitq hissəsindən yaranan feillər 4. Başqa nitq hissəsindən yaranan feillər, yəni feildən yaranmayan feillər. İsimdən, sifətdən, saydan, əvəzlikdən, zərfdən yaranan feillər. Başqa nitq hissələrindən yaranan feillər həmişə məlum növdədir. Başqa nitq hissələrindən yaranan feillər. Məlum növdədir, məlum növdür. İndi gəl baxaq. Hava qaraldı deyəndə sözün kökü nədir? Qaralıdı. Bax, indi dediyim qaydaya bax. Başqa nitq hissəsindən yaranan feillər məlum növdədir. Bu feil nədən yaranır? Axırıncı leksik üstündən xətt çəkirsən. Qara sifətindən. Qaralmaq feili qara sifətindən əmələ gəlir belə. Feil deyil yarandığı nitq hissəsi. Deməli, məlumdur. Uşaqlar bəzən deyir ki, ay müəllim, hava öz-özünə qaralır. Mən bilirəm öz-özünə qaralır. Axı qayda deyir ki, feildən yaranmayan feillər məlum növdədir. Nə götürəsən? Məlum növ götürəsən. Öz-özünə qaralsa belə. Diqqətli ol burada Hüseyin, ona görə qarışdırırsan. Bir də deyirəm ki, yarpaqlar saraldı. Yarpaqlar saraldı hansı növdədir? Yarpaqlar saraldı. Diqqətli ol. Sözün kökü nədir? Saral. Saral sadə feildir, düzdür? Sadə feillər həmişə nə idi?
Sadə feillər. Sadə feillər. Bütün sadə feillər məlum növdədir. Saralmaq da sadə feildirsə, məlum növdədir. Uşaqlar bəzən deyir ki, müəllim, yarpaq öz-özünə saralır axı. Nə olsun öz-özünə saralır? Yuxarıda qayda yazmışıq. Bütün sadə feillər məlum növdə olur. Öz-özünə saralmır, istəyir bütün ağac bir yerdə saralsın. Fərqi yoxdur. Bütün sadə feillər nədir? Məlum növdədir. Diqqətli olmaq lazımdır. Sonra, başqa nə deyim? Bir də deyirəm ki, hava qaraldı. Bir dənə də ağlıma bir dənə nümunə var idi. Bir dəqiqə. Məsəl üçün, babam dərddən qocaldı. Babam dərddən qocaldı. Babam dərddən qocaldı. İndi uşaq başlayır. Ay müəllim, babam öz-özünə qocalır da. Mən də bilirəm, öz-özünə qocalır da. Amma bu feil nədən yaranır? Nədən yaranıb deyəndə sonuncu leksika atırıq. Qoca sifətindən yaranıbdır. Sifət də feil olmadığına görə deyirdik ki, başqa hissəsinə yaranan feillər məlum növdədir. Qocaldı da yenə hansı növdədir? Məlum növdədir. Yaxşı?